Baxaq belə bir üçbucaq sualına. ABC üçbucağında AY 3YB-yə bərabərdir. AY 3YB-dirsə, bu YB x desək, AY olacaq 3x. YF 9-dur. Bura 9-dur. BM MC-yə bərabərdir. Bura x-dir, bura da y-dir. Və MN-i soruşur bizdən. Deməli, belə baxaq. YF xətti MN-ə paraleldir. YF-i MN-ə paralel olduğunu verirsə və M nöqtəsində orta nöqtədir, BC tərəfinin orta nöqtəsidir. Onda belə bir şey eləyək. B'dən bu xətlərə paralel olan bir dənə xət keçirdirəm. Bir xət olsun BK xət. BK. Yəni B'dən həm YF-ə, həm MN-ə paralel olan bir xət keçirdik. BK. BK MN-ə paraleldirsə, onda YF də paraleldir. Çünki MN-də ilə YF paraleldir. Və baxırıq burada. Üçbucaq. Baxıram üçbucaq BKC-yə. Üçbucaq BKC-də M nöqtəsi orta nöqtədir və MM BK-yə paraleldirsə, onda N nöqtəsi də orta nöqtədir. Onda MN-ə bir A desək, BK olacaq 2A. Çünki BKC üçbucağında MN orta xətt olur. Əgər MN-ə bir A-dırsa, oturacaq BK olacaq 2A. Bu belə. Digər tərəfdən baxaq. ABK üçbucağına. ABK üçbucağında YF xətti YF paraleldir BK-yə. Onda AY-nin deməli AB-yə nisbəti bərabər olacaq YF-in BK-yə nisbətinə. Buradan da AY-miz 3x-in AB-yə nisbəti, yəni 4x-ə nisbəti bərabərdir YF 9-un BK 2A-yə nisbəti. Bunlar da getdi. 6A bərabərdir 36-ya. A da bərabərdir 6. A 6-dır. Bizdən də elə MN-i soruşurdu. MN-imiz də olacaq 6. Bu da belə. MN oldu 6. Biz burada bu nisbəti oxşarlığa əsasən yazdıq. ABK üçbucağı oxşarda AYF üçbucağına. Oxşarlığa əsasən bu şərti yazdıq və buradan da A-nı tapdıq 6, yəni MN-i 6 tapdıq.